Salam dostlar, bugün mən sizə Minecraft'ın ən asan yüklənmə yolunu göstərəcəm. İlk növbədə güclüklər və yazı. Dolan. Gürük. İlk gələn şeyə basırıq. Launcher, Sketchpad Launcher Minecraft. Ne basırıq? Sonra asılır bu. Sonra bu butona basırsınız. Və burada 3 işarə gəlir. Kimdə iPhone-da, kimdə Linux-da, kimdə Windows-da özü bilər. Amma məndə Windows deyəm, buna basıram. İndi məndə hal-hazırda Minecraft olduğuna görə bu yüklənəndən sonra hər şey gəlir. Launcher 2.69 olan köhnə versiyonda, 2.68 olan isə yeni versiyonda. Ona basırıq və gəlir bu. Belə işarə gəlir. Və modları yükləməyin ən asan yolu. Buna basırıq. Girəndən sonra belə gəlir. Buna basırsınız. Mən indi basmışam, girmişəm. Əgər istərsiniz mod paketini birdən yükləyə bilərsiniz. Amma istərsiniz ümumi modları özünüz yükləyə bilərsiniz. Birinci buna basırsınız. Sonra istədiyiniz versiyonu götürürsünüz. Mən 1.7.10. Sonra adını mən öz adını qoyacağım təbii ki. İstəyən nə qoyursa qoysun. Və yaradırıq. Yaradıktan sonra burada istediğiniz modlar var. Sonra yaradıktan sonra burada istediğiniz modlar var. Mesela ve Ronses. Ben yüklüyorum. Ve geldim. İstəsəniz bu butondan yanlıdır deməkdir. Əgər belə basdınız deməkdir ki sönürdü. Burada istediğinizi yazıyorsunuz. Lucky basıyorsunuz ve burada versiyon var. Butona basıyorsunuz ve burada yüklendikten sonra mod açılır. Sağ olun dostlar, salamat qalın. Bu kadar asan. Tabi de Google'a girip əziyyət çəkməyə ehtiyacınız yoxdur. Sağ olun və salamat qalın. Like atıp abone olmağı unutmayın.